Deməli, burada nə deyir? Deyir, çubuğun çəkisi P-dir. Çubuğun ağırlığını hardan göstərir qızlar? Mərkəzdən. Ay, sağ ol, buradan. Düzdür. Bu özləri asıb 3 P-ni. Biz də bir dənə də çubuğun ağırlığını düz ortadan, çubuğun ortasından göstərdik. Vəssalam. Bu F-dir. Eynilikdə eyni gərilməklə get üstü ilə. Bura nə qədər qüvvə tətbiq olunur? Burada F. İndi tarazlıq şərtini yazın. Lingin tarazlıq şərtini. De. Dayağa görə. F vurulsun 4. Ay, sağ ol. F vur 4. Bərabərdir. 4P vurulsun 2. Aha, 4P vurulsun 2. Onda F nəyə bərabərdir buradan? 2P. F bərabərdir 2P-yə. Mən də belə dedim də. 2 dedin sən? Bəli. Düzdür. F vurulsun 4. 4P vurulsun 2. Hə, düzdür. Bəlkə də səhv baxmışam. Hə, sonra 9-u deyin. 9-da Fərməzova izah eləsin. Aynen. Ama 40 olduğuna göre digərləri 80 olur. Bax, bu 40 olacaq. Üstü ilə gedir ha, eyni ip. Cəm 40 olur. Bəli. Aha, demdən qırmızı qələmlə yazım. Bax, üstü ilə gedən var ha. Bu neçə olacaq? 40. Eyni ip olduğuna görə bura 40 olur. Bəs bu? Ay, 80. sağ ol, 80. Aha. Bu tərəfdə 80 olur. Əla, bu tərəfdə 80 olur. Gəlirik eyni ipdir. Burada olur 80. MJ neçədən ipi tarazlıqda saxlayır? MJ 2 dənə. Kimləri? 80-dən 40. Aha, cəmi neçə? Ay, sağ ol. Cəmi neçə eləyir? 120, 120 də ona 12 bölür. Bəli, MJ bərabərdir 120, M də bərabərdir 12, düzdür.